Esselamun aleyküm kardeşler. Elazığ, Hazar Gölü bizim denizin adaşı. Bu bizim gölümüz. Güzellik dağların arasında. Bu bizim sektordur. Bayraqlarımızı özümüzden getirmişik. Bu bizim çempionata başladığımız sektor. Yani bu arkamız meşe. Bu bizim Nihal Hüseynov. Naxçıvan vətəndaşı, Naxçıvanı təmsil eləyir. Burada deməli hamısı belə. Generatorumuz, benzinimiz, markerlərimiz, yemlərimiz, yem bol. Yemimiz bol. Burada kanaplə toxumu, soran pelet, qarğıdalımız var. Boyullarımız var. Yemler, yemler, yemler. Bu arkada suyumuz, tüpümüz, lotkanın motoru. Bu yem pişirdiğimiz alan, yemek pişirdiğimiz alan. Bu böyük çadırımız. Akşamları burada ya bir nəfərimiz qalır burada. Dejurunu qalanları istirahat eləyir. Balıq vurana kadar. Bak bu bizim iş masamız. Bütün yemler, her şey burada. Bu bizim kapitanımız. Dimitri Cafarov. İş başında. Pişmiş qarğıdalını et çeken maşından çekir. Bak. Balıqlar nə? Balıqlar şellənəcək. Qarğıdalı var, kanaplə var. Buradan bax sorum az bir şey onu var belə quruduruq. Bu da ikinci çadırımız, texniki çadır. Burada da botumuz, yem daşıyan botumuz, qırmaqlar, spinniklər, her şey burada. Burada texniki çadırdır, yəni ki malzemeleri burada saxlayırıq. Bu da bizim toplan alan. Bax, yerləşdiyimiz yer bax burası. Gözəllik burası. Çempionat burası. Azərbaycan, Türkiye. İki devlet, bir millet. Kardeşler, bu da Türkiye Elazığ yarışı. İzleyenler, bu il Askarp komandası tek kişi olarak gelmiş buraya. Nizami Qurban. Deməli, bu illəri 4 takımın birləşməsindən bir tane tam takım yaratmışıq. Qardaşlıq takımı. Bu bizim alan, yarıştığımız yer. 9. sektor. Kardeşler de burada. Yemlemeyden geldiler noktanı. Osman kardeşimiz. Mehmet bir baksana. Mehmet kardeşimiz. Bu da takımı kaptanı. Fatih. Tamam. Kardeşler bak bu da bizim çadırlar. Tam takım buradayız. Bu illeri kardeş takım birinci olacak inşallah. Bu yarışmanın birinci günü. 2 balıq təhvil vermişik. Hal-hazırda birinciyiz. Görək soram nə olur. Bu birinciyi saxlayacaq inşallah.
Bu da yarıştığımız yer. Bayraklarımız da burada. Azərbaycan, Türkiyə. İki devlet, bir millet. Ha kardeşler, bu da son günün 6 saati. 6 günün son 6 saati. Yarış bitmək üzrədir. Yorğunuq, çox yorğunuq. Həddindən artıq çox yorğunuq. Yəni bu 4 qardaş biz bu yarışın birincilərindənik. 6 gündür burada elə bir yarış keçirildi ki, daha demək dillə deyiləsidir. Bu bizim ehtiyatda olan çubuqlarımız, spinninglər, palatkalar, hər şey biraz dağınıqdır, son gündür, vaxt yoxdur, ancaq balıq tutmaqla məşğuluq. Yəni ki, bax belə, yer belə, gözəl, mənzərə, hər şey yeri yerində, çox gözəl bir çempionat keçirdik. Bu da ki, səhər 6-nın vassodur, günəşin çıxması. Bax, bu gözəl yerdə, bu gözəl mənzərəli yerdə Elazığda uluslararası çempionatda iştirak elədik. 35 komandanın içində şu an 3-4 birinci yer olmam ehtimalı da var. Gözləyirik. Yəni ki, hal-hazırda balığımız var. Bir 7 dənə balığımız var. Saat 11-ə qədər bunu 20 eləyə bilsək, demək olar ki, birinciyik. Amma 3-4, 2-3 ola bilər. Ona görə ki, ehtimallar çoxdur. Bu bizim Nihal qardaşımızdır. Demək olar ki, əziyyətin ən çoxu bizim üstümüzə düşdü. Nihal, can, bratım can. Allah senden razı olsun. Sənin əziyyətin çox oldu qardaş. Çox. Əlbəttə hamımızın əziyyəti oldu. Çox. Oradan da çətin bir yoldan keçdik, çox uzun bir yoldan keçdik. Bu yarışa gəlib çıxmaq üçün əsas çətinliklərimiz oldu, yollar, köprüklərdə. Şirkətlik sektorumuz, pis sektörlər, yaxşı sektörlər, ortalama sektörlərdən biridir. Amma sektörlər var idi ki, əsas balığı ora verirdi. Bura göründüyü kimi plajdır. Ayaq altıdır. Bu göldə birincidə həm də keçirirlər beləncə yarış. Yəqin ki, organizatorlar da biraz nəticə çıxardacaq. Nəticə çıxardacaq gələcək üçün bir şeylər fikirləşəcək. Ayaq altı olduğu üçün biz işlədiyimiz vaxtı mülki vətəndaşlar çox gəlirdi, gedirdi. Biz onlarla münasibətdə olurduq ki, girməsinlər sektora oralar. Şükür Allah, nəticələrimiz... Havanın gözəlliyinə var. Allah hamıdan razı olsun, bütün bizə dəstək olanlar, bütün bizdən maraqlananlar, yolumuzu gözləyənlər, nəticəmizi gözləyənlər, layiqincə yarış aparmışıq, hamı panikaya salmışıq burada. Azərbaycanda ilk yarışdır ki, xarici dövlətdə ilk yarışdır ki, 130-150 kilo arası balıqla çıxır. Fərqi yoxdur, 3-cü yer, 5-ci yer, 1-ci yer, indi o son nəticə deyəcək neçənci yerdə. Bizim təxminimizlə neçənci yerdə olarıq təxmin? Bu günləri 3 ilə 4-ü bölüşürük, o da ki az bir miqdarla. Balıqlar da var, az miqdarla. Nə var, onlarda bilmirik nə var. Əgər tutmuyublarsa %100 işləyir. Amma son sözüm bu olar ki, Allah'a qurban olun. Qismət. Sefalar getirdiniz. Evet, takım kaptanları Fatih şöyle duygu şeyleri alayım.
Bu organizasyonda emeği geçen herkese çok teşekkür ederiz. Sizlerle burada olmaktan gurur duyuyoruz. Yola çıkacaklara hayırlı yolculuklar dileriz. Dereceye giren tüm takımları tebrik ve takdir ederiz. Teşekkürler. Hediyelerini vermek üzere Terörçü Başkanı'nı sahneye davet ediyorum. Tekrar söylüyorum. Shimano ana sponsorumuzdan bir ALX 14000 XTC makina, TX4 sazan kamışı adreslerine gönderilecek. Paraya kıydık bu sene. Madalya da var. Evet, 95 kilo 690 grama birinci oldular. Evet, bunu da Jafarov Dimitri gelecekti. Son dakika trafik kazası geçirdi. Ondan dolayı yurt dışı yasağı vardı, gelemedi. Buradan ona kocaman selamlar. Madalyasını teslim edersin kendisine.